Qulaq asın, xahiş edirəm, görün necə muizə eləyir Allah bizi. Ən münasib gecə, mən bu gecəni tapdım ki, bunu sizin üçün oxuyum, tərcümə eləyim. Çox da şərh eləmirəm, vaxt uzalmayayım. Əleyhissalam dedi, əhyi qəlbəkə bil muizə, qəlbimi muizə ilə dirilt. Mən də Allahın muizəsini oxuyuram sizə, özümdən heç nə əlavə eləmirəm. Əhya gecəsi nədir? Əhya dirilməkdir. Biz gəlmişik dirilək təzdən. Ruhumuzu öldürmüşük, gəlmişik diriliyi əldə eləyək, buradan diri şəkildə qayıdaq gedək. Ölü gələk, diri qayıdaq. Diri şəkildə qayıdaq. Yəbnə Adəm, kullu yevmin yanqusu min umrik. Deyir, ey Adəm övladı, hər bir gün ömründən azalır. Elə ki, gün qürub elədi, gün batdı, deyilən, bir gündə getdi ömrümdən. Gedirsən ahirətə tərəf, gedirsən ölümə tərəf. Və əntə lə tədri, amma sən anlamırsan. Ömür keçir, amma sən anlamırsan, başa düşmürsən. Heç xəbərin yoxdur ki, azalan nədir, sərmayən əlindən gedir və hara yaxınlaşırsan, hansı nöqtəyə yaxınlaşırsan, nə uzun bir səfər qarşıda səni gözləyir ki, yavaş-yavaş ömründən azalır. Azalır, sənin xəbərin yoxdur. Bir də görürsən, ölüm mələyi gəldi ki, vaxtı gedək. Sən deyirsən, axı, mənim hələ işlərim qalmışdı. Mən hələ filan işi görməliyəm, filan işi deyir ki, xahiş edirəm, gəl, gedək, gedmək vaxtıdır. Bitdi artıq, ömür bitdi. Allah gileylənir, buyurur ki, hər gün ömrün qısalır, hər gün qürub vaxtı bir gün getdi, sən anlamadın, başa düşmürsən. Qulaq asın, xahiş edirəm, adamın ürəyini parçalayır, adamın nəfəsini kəsir bu sözlər. Daş ürəklərə təsir qoyur, valla. Allahın sözləridir. Və yəti kullu yevmin rizquk min indi və əntə lə təhmudu və əntə lə təhmədu. Buyurur ki, hər gün, hər təzə gün məndən sənə ruzu gəlir. Hər gün. Mənim tərəfimdən sənə ruzu gəlir, amma sən şükür eləmirsən. Sən ruziyə göz dikirsən, ruzu verən yadından çıxır. Heç mənə təşəkkür eləmirsən. Elə bilirsən, elə belə də lazımdır, elə belə də olmalıdır. Elə bilirsən, təbiidir, amma mən getirirəm sənə, mən göndərirəm sənə. Nə qədər neymət hər gün verirəm, heç şükür eləmirsən sən. Amma bir balaca azaldı. Verəndə görmürsən, azalan kimi başlayırsan gileylənməyə. Rəbbi əhanəni, Quran ayəsidir, deyirsən ki, Allah da Allahlıq eləmədi heç. Başlayırsan məndən şikayət eləməyə. Verəndə yadından çıxır, elə ki biraz azaldı, başlayırsan gileylənməyə, şikayət eləməyə. Yəbnə Adəm, ma min yevmin cədidin illa yətikə min indi rizqun cədid. Deyir, elə bir təzə gün olmadı ki, təzə ruzu göndərməyim. Hər günün ruzusu təzədir, fərqlidir. Bahar fəslinin meyvələri, onlardan istifadə etsən, gələn il yeniləri, hər gün təzə-təzə ruzu göndərirəm sənə. Təzə-təzə. Və ma min leylətin illa və yətini mələikəti min indikə bi əməlin qəbih. Amma hər axşam, səhər mən sənə neymət göndərirəm, axşam olanda mələklərim mənə sənin günahları gətirir. Təzə-təzə günahlar. Mən təzə neymət verdikcə, sən təzə-təzə günahlar göndərirsən mənə. Heç həya eləmirsən, bu qədər neymət müqabilində elə mələklər günah daşıyır, günah göstərir. Baxıram, hər gün ya qeybət eləmirsən, ya yalan danışmısan, ya haqqını tapdalamısan kiminsə, ya ürək sındırmısan. Hər gün. Yə'kulu rizqi və təsini. Deyir, verdiyimi yiyirsən, güc tapırsan, mənlə vuruşursan. Öz verdiyim neymətdən güc qazanıb mənə günah edirsən. Bilirsən, sən neynirsən? Sənə verdiyim neymətlərdən istifadə edib mənə qaydırsan, mənə üsyan edirsən. Sən belə yaşayırsan. Amma elə ki,
indi problem çıxdı, sıxıntıya düşdüm, başlayırsan məni çağırmağa. Məni çağırmağa başlayırsan, mən neynirəm? Vəstəcibu ləkə, mən də sənə cavab verirəm. Mən də sənə cavab verirəm. Mən demirəm, nə oldu bəs dünə necə məni çağırmırdın, yiyib içirdin, gəzirdin, məst idin, heç məndən xəb, mən belə demirəm. Sıxıntıya düşən kimi yenə mənim üstümə qasırsan, yenə mən cavab verirəm. Yenə mən duovu qəbul edirəm. Xeyri iləykə nazil, mənim xeyrim sənə nazil olur. Və şərrükə illəyyə said, sənin şərrün mənə qalxır, mənə ucalır, mənə tərəf gəlir. Axırda sözünə baxın, bax bunu deyirdim ki, adamı çox yandırır, çox təsir edir. Və ni'məl məvla ənə və bi'səl abdu əntə. Nə gözəl Allaham mən, nə gözəl ağayam mən və nə pis bəndəsən sən. Nə gözəl ağayam mən, nə gözəl mövlayam mən və nə pis bəndəsən sən. Sən istəyirsən, mən verirəm, şükür eləmirsən. Çətinliyə düşürsən, məni saymırsan, məni unutmursan, çətinliyə düşürsən, gəlirsən mənə tərəf, mən qəbul edirəm səni. Mənim işim bu olub ki, hey sənin günahlarını örtüm. Sən günah eləyəsən, mən örtüm, abrun getməsin. Mənim işim bu olub. Birinin saçı ağardı günahdan. Günahdan yox, ömrü keçdi, saçı ağardı, saqqalına bir dənə ağ tük düşdü. Allah buyurur ki, əstəhi minkə, mən utanıram səndən. Day, sənə əzab verməyə utanıram. Amma sən ağsaqqalsan, günah eləməkdən utanmırsan. Sən çəkinmirsən. Tənsani, məni yaddan çıxartmırsan. Oturursan məclislərdə, heç məndən danışmırsan. Hey, ondan bundan danışırsan. Sən məni unutmursan. Cəmaatdan qorxursan, amma məndən qorxmursan. Məni yaddan çıxartmırsan. Elə bil mənim əzabımdan amandasan. Bu bizim əhvalatımızdır. Bu bizim vəziyyətimizdir. İndi bəs neyniyək biz? Biz belə bəndəyik. İndi neyniyək? Çıxış yolu nədir? İndi qapı bağlıdır bizim üzümüzə. Xeyr, vallah. Vallah deyirəm, xeyr. Qapı açıqdır, taybatay açıqdır. Qapını açıb bizim üzümüzə. Tövbə yolu üzümüzə açıqdır. Tövbə qapısı bizim üzümüzə açıqdır. Və bu gecə ona görə gəlmişik. Gəlmişik barışmağa. Gəlmişik onunla barışaq. Gəlmişik aramızı düzəldək. Özdə vasitələrlə gəlmişik. Onun yanında hörmətli adamlara demişik ki, bizi barışdırın. 14 məsumdan əziz adamı yoxdur. Onların vasitəsi ilə gəlmişik ki, bizim bir şeyimiz yoxdur axı deyək ki, filan əməlimiz var. Gəlmişik onlardan istəyək ki, bizi barışdırsın. Gəlmişik barışmağa və ümidsiz deyilik biz. Biz çox günah eləmişik, amma inkar eləməmişik. Düzdür, şeytan bizi aldadıb, aparıb başqa istiqamətə, amma ürəyimizdə Allahın dostlarının da məhəbbəti var bir zərrə. Yəqin ki, Allah görür ürəyimizdə Peyğəmbərin Əlinin məhəbbəti var. Xanım Fatimə Zəhranın, İmam Həsənin, İmam Hüseynin eşqi məhəbbəti ürəyimizdə var. Allah kafirlərdən əsirgəmir. Kafirlərdən qəbul edir. Kafirlərə ruzularını əta edir, bəxş edir. Həzrəti Musa gedir Tur dağına. Eşitmişsiniz, keçən illərdə danışmışam. Gedir, bir nəfər dayanıb deyir ki, hara gedirsən? Belə məsxərə tonunda, istehza tonunda deyir. Ələ salır elə bil. Hara gedirsən? Ya Musa deyir, Allahla münacat eləməyə. Deyir, yaxşı tutmuşam səni. Ged Allah'a dinən ki, mən onun adında Allah tanımıram. Ged ona dinən ki, heç neymətin zadını da istəmirəm. Heç nə istəmirəm, heç onu tanımaq istəmirəm mən. Həzrəti Musa heç nə cavab vermir. Nə desin belə adama? Yoluna davam edir. Gedir, münacat edir, ibadət edir. Münacatı bitir, qayıtmaq istəyir. Həya edir Allaha o sözü deməyə. Allahdan nida gəlir, mənim Peyğəmbərim ayaq saxla. O bəndəm sənə nə dedi? Özü eşidib, istəyir Musanın dilindən eşitsin. O bəndəm sənə nə dedi? Deyir, ilahi, utanıram o sözləri sənə deyim. Necə deyim sənə? Deyir, yox, denən görüm nə dedi? Deyir, ilahi, dedi ki, mən səni tanımaq istəmirəm və neymətləri də istəmirəm. Heç sənin Allahlığı da qəbul eləmirəm. Dedi, yaxşı, onda mənim bəndəmə mənim salamımı çatdır.
mənim bəndəmə mənim salamımı çatdır. Və ona deyən ki, istəməsə də verəcəm. İstəməsə də bəxş eləyəcəm. O bəndədir, nadandır, mən ki Allaham. O bəndəlikdən üst çevirib, mən ki Allahlığımdan əl çəkməmişəm. Həzrəti Musa qaydanda görür o kafir diyanıb məğrur şəkildə. Gördün, dedin Rəbbi və mənim sözlərimi, deyir, dedim. Deyir, nə dedi sənə? Heç inanmır, ələ salır Həzrəti Musanı. Deyir, mənim Rəbbim dedi ki, sənə salam çatdırım. Sənə salam çatdırım. Və mənə dedi ki, sənə deyim ki, o neymətini verməyə davam eləyəcək. Sən onu tanımasan da, bəndəlikdən üst çevirsən də, Rəbbim dedi, sənə çatdırım ki, o Allahlıqdan əl çəkməyəcək. Musa aleyhissalam danışır, birdən buna baxdı, gördü, bu diz üstə yıxılıb yerə, ağlayır. Da o məğrur görüntüsündən əsər əlamət yoxdur. Diz üstə düşüb deyir, ay Musa, mən nadan olmuşam. Belə Allahı tanımazlar, belə Allaha inanmazlar, belə Allaha günah eləyərlər. Onu mənə tanıtdırdın, indi mənə başa sal, neyniyim ona iman gətirim. Mən də bu gündən onun tərəfdarıyam, onun yolundayam. O kafir elə deyir, biz özümüz gəlmişik, biz ki inkar eləməmişik. Biz gəlmişik Allahın qapısına. Gəlmişik istiğfar eləyək, bağışlanmaq istəyək. Bu gecə necə gedək Allahın qapısına? Sözümü bitirəcəm indi. 5-10 dəqiqəyə sözümü bitirəcəm. Bağışlayın, vaxt uzalıram. Hansı şəkildə gedək Allahın qapısına? Mən deyərəm ki, mənim başa düşdüyüm budur. Bu gecə günahkarlar kimi gedək Allahın qapısına. Elə biz günahkarıq günahkar olmağına. Amma sizə bir xəbər verim, bu gecə günahkarların gecəsidir. Dilləri filan kəsin gecəsi. Bu gecə kimin gecəsidir? Bu gecə günahkarların gecəsidir. Bugün diqqət mərkəzində olanlar günahkarlardır. Bu gecə Allahla günahkarların başqa bir aləmi var. Başqa bir aləmi var. Bu gecə bilirsiniz kimin gecəsidir? Əli boş gələnlərin gecəsidir. Günahkarların gecəsidir. Ya Davud,